17 yanvar. Qoçlar, bugün enerjiniz yüksək olacaq və səhərdən hərəkətə keçmək üçün ideal vaxtdır. İşlərdə təşəbbüs göstərmək və yeni layihələrə başlamaq üçün əlverişlidir. Maliyyə məsələlərində diqqətli olun, amma kiçik risklər uğur gətirə bilər. Sevgi həyatınızda açıq və səmimi ünsiyyət münasibətləri möhkəmləndirəcək. Səhər saatlarında iş və layihələrə fokuslanmaq faydalıdır. Günortadan sonra sosial fəaliyyətlərdə iştirak etmək, dostlarla vaxt keçirmək və yaxınlarınızla söhbətlər ruhunuzu yüksəldəcək. Sağlamlığınıza diqqət edin, kiçik hərəkətlər və aktivlik enerjinizi artıracaq. Axşam saatlarında özünüz üçün rahatlama anı yaradın və günün uğurlarını qeyd edin. Buğalar, səbr və diqqət bugün əsas gücünüz olacaq. İş və maliyyə məsələlərində detallara diqqət yetirmək faydalıdır. Sevgi həyatınızda yaxınlarınızla açıq və səmimi söhbətlər münasibətləri möhkəmləndirəcək. Səhər saatlarında planlama və prioritetləri müəyyənləşdirmək gününüzü daha məhsuldar edəcək. Günortadan sonra hobbilərlə məşğul olmaq və yaradıcı fəaliyyətlər sizi ruhən qaldıracaq. Sağlamlığınıza diqqət yetirin, balanslı qidalanmaq və aktiv qalmaq enerjinizi yüksəldəcək. Günün sonunda özünüzü kiçik bir mükafatla sevindirmək motivasiyanızı artıracaq. Əkizlər, bugün ünsiyyət və sosial əlaqələr ön planda olacaq. Söhbətlərdən, yeni məlumatlardan və paylaşmalardan faydalanmaq üçün əlverişli gündür. İşdə əməkdaşlıq və fikir mübadiləsi uğur gətirəcək. Maliyyə qərarlarında ehtiyatlı olun və impulsiv davranmayın. Sevgi həyatında sürpriz və xoş anlar yaşana bilər, açıq və səmimi olun. Səhər saatlarında enerji yüksəkdir, yeni layihələrə başlamaq üçün əlverişlidir. Günortadan sonra dostlarla vaxt keçirmək və hobbilərlə məşğul olmaq sizi ruhən qaldıracaq. Sağlamlığınıza diqqət edin, stressi azaltmaq üçün kiçik meditasiya faydalıdır. Axşam saatlarında isə günün uğurlarını qeyd edin. Xərçənglər, bugün ailə və ev məsələləri diqqət tələb edəcək. Evdə və ya yaxın ətrafınızdakı məsələlər üçün yaxşı enerjiniz var, amma səbrli olun. İşdə detallara diqqət uğur gətirəcək. Sevgi həyatında yaxınlarla açıq söhbətlər və anlayış münasibətləri gücləndirəcək. Səhər saatlarında sakit və fokuslu olmaq vacibdir, yeni qərarlar üçün əlverişlidir. Günortadan sonra hobbilərlə məşğul olmaq ruhunuzu qaldıracaq. Sağlamlığınıza diqqət yetirin, emosional balans önəmlidir. Axşam saatlarında musiqi dinləmək və ya kiçik meditasiya ilə rahatlayın. Şirlər, diqqət mərkəzində olacaqsınız və özünüzü ifadə etmək üçün ideal gündür. İşdə təşəbbüs göstərmək və yeni ideyalar irəli sürmək uğur gətirəcək. Maliyyə məsələlərində ehtiyatlı olun, amma kiçik risklər faydalı ola bilər. Sevgi həyatında romantik və səmimi anlar yaşana bilər, açıq və dürüst olun. Səhər saatlarında enerji yüksəkdir, iş və layihələrdə irəliləmək üçün əlverişlidir. Günortadan sonra sosial fəaliyyət və dostlarla vaxt keçirmək ruhunuzu yüksəldəcək. Sağlamlığınıza diqqət edin, aktiv qalmaq faydalıdır. Axşam saatlarında özünüzü mükafatlandırın və günün uğurlarını qeyd edin. Qızlar, bugün diqqət və planlama əsas olacaq. İşdə səliqə və dəqiqlik uğur gətirəcək detallar vacibdir. Maliyyə və şəxsi planlarınızı gözdən keçirmək faydalıdır. Sevgi həyatında kiçik detallara diqqət münasibətləri gücləndirəcək. Səhər saatlarında fokuslanmaq faydalıdır. Günortadan sonra yaradıcı fəaliyyətlər və hobbilərlə məşğul olmaq sizi ruhən qaldıracaq. Sağlamlığınıza diqqət yetirin, balanslı qidalanmaq və aktiv qalmaq gününüzü daha keyfiyyətli edəcək. Axşam saatlarında dincəlmək və pozitiv düşüncələrlə günü tamamlayın. Tərəzilər, bugün balans və harmoniya vacib olacaq. İş və şəxsi həyatda tarazlığı qoruyun. Yaxınlarla ünsiyyət və əməkdaşlıq uğur gətirəcək. Maliyyə məsələlərində ehtiyatlı olun, amma yeni fürsətləri də dəyərləndirin. Sevgi həyatında romantik və səmimi anlar yaşana bilər. Səhər saatlarında enerjiniz yüksəkdir, işləri planlaşdırmaq və təşkil etmək faydalıdır.
Günortadan sonra sosial fəaliyyət və hobbilərlə məşğul olmaq sizi ruhən qaldıracaq. Kiçik idman və nəfəs məşqləri faydalıdır. Axşam saatlarında günün uğurlarını qeyd edin. Əqrəblər, fokus və strateji düşüncə ön planda olacaq. İş və şəxsi layihələrdə detallara diqqət uğur gətirəcək. Maliyyə məsələlərində diqqətli olun, amma risklərdən də qorxmayın. Sevgi həyatında səmimi söhbətlər faydalıdır. Səhər saatlarında enerjiniz yüksəkdir, iş və layihələrdə irəliləmək üçün əlverişlidir. Günortadan sonra introspektiv olmaq, şəxsi planları gözdən keçirmək və yaradıcı fəaliyyətlərlə məşğul olmaq faydalıdır. Sağlamlığınıza diqqət yetirin və emosional balansı qoruyun. Axşam saatlarında özünüz üçün kiçik mükafat yaradın. Oxatanlar, macəra və yeni təcrübələr gündəmdir. Yeni layihələr və öyrənmə fürsətləri qarşınıza çıxacaq. İşdə təşəbbüs göstərmək və ideyalarınızı paylaşmaq uğur gətirəcək. Maliyyə məsələlərində ağıllı qərarlar verin. Sevgi həyatında açıq və səmimi olun. Səhər saatlarında enerji yüksəkdir, yeni işlərə başlamaq üçün əlverişlidir. Günortadan sonra dostlarla və sosial fəaliyyətlərlə vaxt keçirmək ruhunuzu yüksəldəcək. Sağlamlığınıza diqqət edin, açıq havada gəzinti və aktivlik faydalıdır. Axşam saatlarında isə kiçik xoş an yaradın. Oğlaqlar, disiplin və diqqət bu gün əsas olacaq. İşdə planlı və fokuslu olun, maliyyə məsələlərində ağıllı qərarlar verin. Sevgi həyatında səmimiyyət və dürüstlük münasibətləri möhkəmləndirəcək. Səhər saatlarında enerji yüksəkdir, yeni layihələr üçün əlverişlidir. Günortadan sonra şəxsi işlər və yaxınlarla vaxt keçirmək ruhunuzu qaldıracaq. Sağlamlığınıza diqqət yetirin. Axşam saatlarında dincəlmək və günün uğurlarını qeyd etmək faydalıdır. Dolçalar, yaradıcı ideyalar və ünsiyyət ön planda olacaq. İşdə yeni yanaşmalar uğur gətirəcək. Maliyyə məsələlərində diqqətli olun, amma yeni imkanları da dəyərləndirin. Sevgi həyatında açıq və səmimi danışmaq romantik anlar gətirəcək. Səhər saatlarında enerjiniz yüksəkdir, ideyaları həyata keçirmək üçün əlverişlidir. Günortadan sonra sosial əlaqələr və dostlarla vaxt keçirmək sizi ruhən qaldıracaq. Sağlamlığınıza diqqət yetirin, stressi azaltmaq üçün meditasiya edin. Axşam saatlarında isə kiçik xoş an yaradın. Balıqlar, intuisiyaya güvənin və hisslərinizə diqqət yetirin. İşdə və şəxsi həyatda səmimi qərarlar faydalıdır. Maliyyə məsələlərində diqqətli olun, amma fürsətləri də qaçırmayın. Sevgi həyatında romantik anlar yaşana bilər, açıq və səmimi olun. Səhər saatlarında enerji sakitdir, amma fokuslanmaq üçün əlverişlidir. Günortadan sonra hobbilərlə məşğul olmaq ruhunuzu yüksəldəcək. Sağlamlığınıza diqqət yetirin, emosional balans və istirahət vacibdir. Axşam saatlarında özünüz üçün kiçik xoş an yaradın.